خدا. خب Allah'ın adıyla aziz dostlarım, bir cəlsə əvvəldir YouTube'dan به صورت live dərs fəlsəfəni mətrəh edirik. 22-ci cəlsədir. 1404'dür. İki cəlsə bundan qabaq raci به bu qəvaid danışırdıq. قاعده انقلاب الحقیقه ممتنعون مختصر توضیح vermişik. Bəqiyə توضیحات qalır. Tıpkı taksim bendiliğin bünnəmə 6-cı qaidəni bəhs eləyəcəyik. 6-cı qaydə ibarətdir. Kullu ma kana a'ammu kana ilmuna behi atammu. Muntaha. Bina به صحبتləri ki qəblən mətrəh elədik, elə bir ayrı bir müqəddəmatı bəhslərdə gərək mətrəh eləyək. O müqəddəmatı bəhslərdən biri bəhs-i tərifdir. Tərif bəhsin özünün müqəddəmatı var. Niyə bəhs-i tərifi mətrəh eləyirik? Be xatir اینکه yoldaşlar ki sual edirlər, deyirik ki filanzadı necə tərifləyək. Bu bəhs-i tərif mühim bir bəhsidir. انواع تعریف var. تعریف لغوی var, تعریف علمی var, تعریف عرفی var, تعریف منطقی var. برای اینکه biz bu tərifləri dəqiq öyrəşək, gərək onların müqəddəmatını da öyrəşək. Hər tərifdə biz bəhsi təhت عنوان təqsimdən də gərək müttəli olaq. یعنی مقدمه تعریف، بحث تعریف، تعریف فلسفی و تعریف منطقی و تعریف عرفی و تعریف لغوی و تعریف علمی و بقیه تعریفler مبتنی بر فهم بحث تقسیم. بنابراین بیون تقسیم رازه danışıyor. خب تقسیم yani mənə. Təqsimi mədrəsədə oxumuşuq. O bəhs 4 əməli əslidə. 4 əməli əslinin bəhsində deyirik ki, hər kəs istəyə vardı riyaziyyat ola, ki bu 4 əməli əslini başara. Cəmdir, minhadır, zərbidir, təqsimdir. خب o bəhs təqsim به صورت مبهم ریاضیاتda tərh olar və uşaqlar gedərlər دنبال حل مثالlar və تمرینات و متوجه ابهام موجود در تقسیم olmazlar. خب biz bu bəhs təqsimi gərək به صورت علمی başaraq, به صورت منطقی başaraq, به صورت فلسفی başaraq. Məntiq də ki burada təkrar eləyirəm dilimə gələcək. Bu məntiq suridir. منطق دیالکتیک ده، منطق فازی ده، منطق سمبولیک ده. انواع و اقسام منطق var. Tüm fəlsəfəmiz fəlsəfə qədimidir. Məntiqdən də ki söhbət eləyirik, məntiq qədimidən ki onun adı məntiq suridir. Məntiq surinin əsasında söhbət edirik. Hər vaxt desəm tərif məntiqi,
یعنی تعریفی که منطق surede طرح olar, ünvan olar. خب bugün təqsimə razı danışıyoruz. Xop. Biz riyaziyyatda təqsimi bu cür öyrəşmişik əvvəldə. Bəzi ədədlər var ki, onları eləyə bilərik 2 yerə, 3 yerə, 4 yerə, neçə yerə bölək. Məsələn, deyirik ki, ədəd 4-ı təqsim eləsək 2, olar 2 dənə 2. Ədəd 4-ı təqsim eləsək 4-a, olar 4 dənə 1. 2 təqsim eləsək 2, olar 2 dənə 0. Təqsim eləsək 2 4-a, olar 4 dənə 25 bula biliyor. İndi gəlsək 3-yə təqsim eləsək 2, olacaq 1 ممیز نیم 1. Məmulən təqsimdə əvvəl o zoc ədəddən başlarlar və 2 təqsim edərlər ta uşaq rahat öyrəşsin. Xoş. Bu bir təqsimdir. Bu təqsimi ki riyaziyyatdan can veriyor. Təqsim eləyəndən sonra məsələn bir ədədi 4-ı 2 təqsim elədik, oldu 2 dənə 2. Bu 2 dənə 2 bir-birinə bərabərdir. Xoş, diqqət vurun. İndi biz 4-ı təqsim elədik 2. Bunlar adan öyrəşək. Çünki fəlsəfə və məntiq istəyir öyrəşək. Fəlsəfədə bunların adı var. İndi 4-ı istəyik təqsim eləyək, ya 6-ı istəyik təqsim eləyək, ya hər ədədi istəyik təqsim eləyək. Onun adı məqsəmdir. Mim, qaf, sin, mim. Məqsəm. Deyir, nə mənə təqsim eləmişdin? Deyir, 9-u təqsim elədik 2. 2 dənə 4 nim oldu. O, 9-a deyərlər məqsəm. 4-ı təqsim elədik 2. 4-a deyərlər məqsəm. Xeyli xoş. Əgər biz məqsəmi bildik, indi 4 oldu, 2 dənə 2. O 2-lara da deyərlər qism. Bir dənə 2 qismidir. O birisi də 2 qismidir. Bəs hər məqsəm 2 dənə qismə təbdil oldu. Bu qismin cəminə deyərlər əqsam. Bunu öyrəşdik. İndi biz 4-ı təqsim eləmişik 2. 2 dənə 2'muz var. Bu 2'ların hər biri nisbət o birisi 2 adı qəsimdir. Deyərlər bu 2 qəsimi o birisi 2'dur. 3'ə təqsim eləmişik 2. Deyirik ki, bu 1/2 qəsimi o birisi 1/2'dir. Bəs bu 3 dənə istilah öyrəşdik. Məqsəm, qism, qəsim. Yaxşı. İndi bu qismlər razı danışacağıq. Bu qismlər mümkündür ki, bir-birinə mutabaqət eləyə. Yəni, bu qism dəqiqən bərabər ola o birisi qisminə. Diqqət eləyin ha. Deyirik ki, 4 təqsim bər 2 oldu 2 dənə 2. Bu 2 qismidir, o birisi də olar ki, bir qismidir, bərabərdir. Aya görə təqsim həmişə bu cür olar. Yəni, qəsim musavi qəsimi olar. Bir qism o birisi qisminə bərabər olar. Deyirik ki, xeyr, həmişə bu cür olmaz. Ədəddə bu cür olar. Amma əgər biz gəlsək desək ki, ədəd bər 2 qisməz, ədədi təqsim eləyirik, deyirik ki, ədəd bər 2 qisməz, təqsim eləsək olar zoc fərd. Zoc
قسیم فرد oldu. فرد قسیم زوج oldu. آیا burada زوج مساوی فردdir? Bizə nə fikirləşin ha? Əvvəllə dedik ki, 4 təqsim elədik 2. Oldu 2 dənə 2. Bu 2 bərabərdir o birisi 2-la. Mutabıqdır onunla. Amma indi gəlsək desək ki, ədəd bər 2 qismət, bir qisminə zövc deyərlər, bir qismətinə fərd deyərlər. Aya fərd müsavi zövcüdür? Cavabımız budur ki, xeyr. Bu bir mətləb ki, yəni cahdan biz təqsim eləyəndə, çün tərif mübtəni bər təqsimdir. Təqsim eləyəndə görək bu qəsimlər ba həm bərabərdirlər ya bərabər dərlər. Xob. İndi bir dənə parə xətdir. Biz parə xətti təqsim elədik. Görək necə təqsim eləyəcəyik? Aya təqsimi müsavi eləyəcəyik ya təqsimi qeyri müsavi? Təqsimi müsavi eləsək, qəsimlər bərabərdir, müsavidir da. Amma bircə təqsim eləyəcək ki, bir tərəf, bir dənə parə xətti ha, bir tərəf tuğlan oldu, bir dənə 10 santı parə xətti təqsim elədik, 1 santa 9 santa. Bu 1 sant qəsimi 9 santıdır, 9 sant qəsimi 1 santıdır. Amma aya burada qəsimlər ba həm bərabərdirlər? Cavab budur, xeyr. Vəli eləyə bilərdik bunlarda bərabər eləyək da. Bir dənə 10 santını 2 dənə 5 santa təqsim eləyək. Onda qəsimlər bərabərdir. Amma əgər biz bir cür təqsim elədik, 1 sant və 9 sant ya 4 sant və bu tərəfdə 6 sant, bu qəsimlər ba həm bərabər dəldir. Xob, indi bu sözlərdən nə nəticə alıyıq? Nəticə alıyıq ki, qəsimlər cahdan ba həm bərabər olmaz. Vəli cahdan ba həm bərabər olar. Və də deməyək da ki, hər iki tərəf müsavi olsa. Çün müsavi mümkündür ki, miqdarda, bəzi miqdarlarda rast gələr, bəzi miqdarlarda rast gəlməz. Bu bir mətləb. Bunu yadımıza saxlayaq. İndi bir dənə də bir ayrı təqsim var. Biz bir dənə qoyun almışıq. Bunu zibh eləmişik, istəyik. Bunu təqsim eləyək. Biz neçə cür təqsim eləyə bilirik. Və budur ki, dərisin təfkiş eləyək, qoyaq bir tərəfə, ətləri bir tərəfə, sümükləri bir tərəfə, ayrı qismətdən bir tərəfə. Diyor, neynədir? Çərbilərdə bir tərəfə. Diyor, təqsim elədik. Bir də var ki, bölək, bu cür təqsim eləyək, əfrada səhmi verək, dost aşinaya, ya şərihlərin arasında təqsim eləyək. Əfrad pul qoyublar, bir var pulu bərabər qoyublar, bir cür təqsim eləyir. Bir də var ki, pulu bərabər qoymayıblar, bir 1 kilo istəyir, bir 5 kilo istəyir. Cinə də biz təqsim eləyik, bir tərəf 5 kilo, bir tərəf 4 kilo. Xob. İndi təqsimdə diqqət buyurun. Biz 4 təqsim elədik 2-yə, oldu 2. İndi 4-ın bir dənə adı var idi da. 4-ın adı ədəd idi. İndi bu 2-a da ədəd deyirik da. Vəli indi gəldik qoyunu təqsim elədik. Qoyunu təqsim eləyəndə qoyun oldu ət, sümük, dəri, rudə filan. Aya biz deyə bilirik ki, bu ət də qoyundur, dəri də qoyundur, sümük də qoyundur. Vəli o birisi təqsimdə deyirdik ha. 4 təqsim eləyəndə 2 deyirdik ki, bu 2 elə ədəddir. 4 özdə ədəddir. Amma aya indi burada da deyə bilirik ki, ət yəni qoyun. Qoyun ayrı misal vuram. İndi bir dənə maşınımız var. Hamımızın maşınımız var. Bu maşın eləyə bilirik da, məsələn, zehnimizə maşını təqsim eləyək, ya əmələn təqsim eləyək. Deyək, bunun otağın motordan, girboxudan, bəqiyə əczadan təfkiş eləyək, təqsim eləyirik, bölüyük da. Deyək,
Ya da işin bölüyor. Deyir ki, safkar bunun otağına təvəccüh eləsin. Nəqqaş otağına, mekanik motoruna, dəmirçi, girboksuna, pəncərci lastiklərinə. İndi biz bunu təfkik eləsək, təfkikə də təqsim eləyirik da. Deyir, maşın təqsim olur fərmana, girboksa, motora, egzoza, nemidirəm, otağa, aynaya. Aya, buyda da ki, təqsim elədik, biz çəxlərə deyə bilirik bu maşındır. Motora deyə bilirik ki, bu maşındır. Motor maşındır, yəni biz motoru minib gedə bilirik. Girboks maşındır. Bəs təqsimdə bir bəhsləri var. Təqsimlər hamısı bir növdəyir. Bu bir mətləb. Yəni məqsəmlər qismlər bərabər olsa, o bir növ təqsimdir. Qismlər bərabər olmasa, o bir təqsimdir. Qismlər mutabiq ba məqsəm olsa, o bir təqsimdir. Mutabiq ba məqsəm olmasa, o da bir təqsimdir. İndi gedirik ayrı bəhsə. Hənuz təqsimdəyik. Görüm neçə dəqiqə danışmışam. Hələ 18 dəqiqə danışmışam bezən. Bu anki vaxtımız çox tutulur. Deyirik ki, fəlsəfədə, çünki dərsimiz fəlsəfədir və onun müqəddəmatı ki, məntiqi suridir, orada bir bəhsi var. Təhdə ünvanı kull və kulli. Hər ikisinin də əczası var. Kullun əczasına deyirlər cüz, kullinin əczasına deyirlər cüz'i. Necə kullin yeyi var, yayı nisbəti var, cüz'in də yayı nisbəti var. Belə kullun ki, yoxudur. İndi diqqət buyurun. Məsələn, maşın bir dənə kolludur, qoyun bir dənə kolludur. Maşın متشکل از بله burada 0 نفر 1 نفر بله mümkün değil. Ben bu bəhsə qutarım. Bunun... Yox. Çəş. Eyb yox. Büyüm elə bu fəzliyə mən nə var zəbt elədim, qoyub qurasallar. Çox sağ olasın. Deyirik maşın bir dənə kolludur. Mütəşəkkil az əczadır. Motor, otaq, fərman, girboks, səndəllər, lastiklər, çəxlər və qeyri. Və deyə bilmədik da ki, çəx yəni maşın. Otaq yəni maşın, səndəl yəni maşın. Gəh bu məcmuəsi ba həm ola deyək bu maşında. Xob, bu təqsimdə maşını əgər biz təqsim eləsək ki, در واقع təfkik eləyirik, təqsim elə təfkikdir da, munfək olanlar bir-birinə bərabərdir və در این حال که ببینم برابر derler مطابق با کل da derler اما جزئی و کلی منه. خب دوستlarımız mənə zəhv verirlər və mən bu cavab verməyəm ta bu bəhsi bir yer yetiyəm. Amma kulli nədir?
البته ممکنه که دوباره bu بحثه به خاطر bu مشکلات جلسه اول دوباره تکرار eləyəm و تکرار dilərəm. ولی فعلا منو قطارم. دیروز که کلی جزئی غیر از کل و جزوده. کل مجموعی از اجزاده. ولی کلی و جزئی مفهوم ده، تصور ده. هانس تصور که قابل انطباق بر موارد کثیره اصلا دل کلی مثل مفهوم انسان که بنده اینن زنابوزونان همسایلاموزونان قابل انطباقdır. من de insanım. Cenab-ı da insansız, همسایمız da insandır. اون وقت تلویزیون اداره edenler de insandır. Camianın müdürleri de insandır. خب کلی یعنی بی مفهومی که قابل انطباق بر موارد متعدد داره. جزئیان منه. جزئی در مقایسه با کلی بی مفهوم ده که قابل انطباق بر یک مورد الله یا اینکه بر یک دو چند مورد اونا جزئی دیرler. اغلب o یک مورد نظرده. مثل اینکه bizim مثلا مشخصاتımızda دیرler که bir موردن تطبیق eləyir. یا مثلا کلمه ایران. کره زمینده آفرینشte bir dənə ایران var. Bir dənə تهران var. تهران جزئیdir. تبریز جزئیdir. ایران جزئیdir. آمریکا جزئیdir. اما دیسه شهر نیزه. شهر آمریکایla ببخشید سان فرانسیسکویla تبریزla تهرانla و هزاران شهرla قابل انطباقdır. دیروز که تقریبا برشترازه ها آمریکا جزئیdir ama کلمه شهر کلیdir. Çünkü Amerika'nın bir مورد var ve şehrin minler مورد var. خیلی خوب. İndi خیابان. Bir tane خیابان yoxumuzda çok فرنشته. minler خیابان varımızda. خیابان bir mefhum کلیdir. اما خیابان آبرسانی تبریز کره زمینده bir tanedir. خیابان آبرسانی تبریز ola cüz'i. Nesil kəlməsi var ha. Bu nesil kəlmə oldu cüz'i. Amma bir dənə kəlmə xiyaban oldu kolli. Niyə? Qeyd yox tərif ha. Çünki əvvəldə bu cür təriflərdik da. Dedik kolli. O məfhuma deyirlər ki, qabil intibaq bər kəsirin olsun. Cüz'i. O məfhuma deyirlər ki, qabil intibaq ba bir mورد olsun. Bunları da yadımda saxlayaq. Bir gün mən bu bəhsi burada به خاطر اینکه جلسه اول یوتیوبda bunu icra elədik, qutarıyam. Yoldaşlarımla irtibatda olun. Sonra inşallah idamə veririk. Sizi Allah'a tapşırıram.